Naməlum cəsəd. Yazı stolunun arxasında əyləşib xəyala dalan polkovnik İsayevi telefon zəngi diksindirdi. Talib İsayev telefonun dəstəyini götürüb soruşdu. Kimdir? Növbətçi Əzimov danışır. Təcilli iş var. Yoldaş polkovnik, icazə verin yanınıza gəlim. Yaxşı, gəl. Bir dəqiqə sonra mayor Sərdar Əzimov içəri girdi. Polkovnik İsayev növbətçinin həyəcanlı olduğunu görüb nigaranlıqla soruşdu. Mayor, nə olub? Üzr istəyirəm, yoldaş polkovnik. Biləcəri dairəsində bir meyit tapılıb. Pionerlər buradan keçərkən bir dəstə qarğanın yolun kənarındakı kolluqlar üzərində uçduğunu, tez-tez dərəyə işığıyıb yenə də havaya qalxdığını görmüşlər. Onlar maraqlanıb dərəyə enmiş, buraya bir meyit atıldığını aşkara çıxarıblar. Növbətçi zabitin raportundan sonra araya çökmüş sükutu birinci idarə rəisi pozdu. Mayor, bəlkə Yadullah? Ola bilməz yoldaş polkovnik. Kim bilir, deyə İsayev qeyri-müəyyən şəkildə çiyinlərini çəkdi. Rəsulov idarədədir? Bəli, indicə gəldi. Qoy hazırlaşsın. Ekspert Hacıyeva və həkim Kerkiladzeyə də xəbər verin. Özünüz isə işinizdə olun. Biləcəri yolundakı dərədə meyidə baxan həkim Kerkiladzeyə ekspert Hacıyevə müraciət etdi. Səmayə bacı, gəlin bir şeydən əvvəl ayaq izlərini öyrənək. Bəlkə torpaqda canilərin ləpirləri qalıb. İnanmıram, doktor. Nə üçün yoldaş Hacıyeva? Deyə həkim Kerkiladze söhbəti davam etdirdi. Yaxşı ki, yer nəmdir, ləpirlər yaxşı görünəcək. Əksinə, doktor, meyidin xarici görünüşündən məlum olur ki, onu ən az 3-4 gün bundan əvvəl öldürüb buraya atıblar. Görürsüz, heç yerdə qan nəzərə çarpmır, bu da səbəbsiz deyil. Axı sırağa gün gecə bərk yağış yağmışdı. Yağış suyu qanı yuyub aparıb. Eyni qayda ilə yağış canilərin ləpirlərinin itməsinə səbəb olub. Səmayə bacı doğru deyir, belə hallarda yağış bizə düşmən olur, deyə Rəsulov da öz fikrini bildirdi. Mən isə meyidin yanında ayaq izləri görürəm, deyə ətrafı nəzərdən keçirən həkim etiraz etdi. Doğrudur, doktor, yerdə ləpir var, ancaq bu bir saatından əvvəl buraya gəlmiş pionerlərin buraxdıqları izlərdir. Görürsüz, ləpirlər xırdadır. Gəlin Səmayə bacıya mane olmaya, qoy işə başlasın. Ekspert Hacıyeva meyit atılan yerin ətrafını diqqətlə qarış-qarış nəzərdən keçirdi, lakin cinayət törədənlər haqqında heç bir şey öyrənə bilmədi. Görünür, qatillər təcrübəli imişlər, onlar hadisə yerində heç bir iz buraxmamışdılar. Meyidi tanımaq çox çətin idi. Acgöz qarğalar onun gözlərini çıxarmış, üzünü, bədənini deşik-deşik etmişdilər. Onun köynəyi və şalvarı cırılmış, tüklü sinəsinə milçəklər qonmuşdu. Kapitan Rəsulov əyilib onun ciblərini yoxladı. Heç bir şey tapmadı. Görəsən o kimdir, deyə kapitan öz-özünə sual verdi. Bəlkə geyimində bir nişan var. Bəzən səliqəli qadınlar ad və soyadının birinci hərflərini alt tuman köynəyə nəqş edirlər. Bunu yoxlamaq üçün Rəsulovla Hacıyeva meyidin bütün paltarını diqqətlə nəzərdən keçirdilər, lakin bu da istənilən nəticəni vermədi. Meyidin şəxsiyyətini müəyyən edən yeganə bir şey vardısa, o da çeçələ barmağındakı metal üzüyü idi. Ekspert Həlimə Rəsulovun diqqətini üzüyün üstünə yazılmış hərflərə cəlb edib soruşdu. Yoldaş kapitan, bəlkə bu onun ad və soyadının baş hərfidir. Ola bilər, deyə Rəsulov üzünü meyidin barmağından çıxardıb diqqətlə nəzərdən keçirdi. Üzüyün üstündə Latin əlifbası ilə S-H hərfləri yazılmışdı. Onun adı nədir? S hərfi ilə başlayan o qədər adam var ki, sayı hesabı yoxdur. Səfər, Səlim, Səftər, Sənan, Sabir. Bəlkə bu hərflər meyidin deyil, onun nişanlısının ad və soyadına aiddir. Nə üçün üzüyün üstündəki hərflər Latin əlifbası ilə yazılıb? O yerlidirmi? Heç olmasa onun milliyyətini müəyyən etsəydik, yaxşı olardı, deyə düşündü. Hacıyeva ilə Rəsulovdan sonra meyidi həkim Kerkiladze müəyyən etdi. Həkim Kerkiladze milis orqanlarında işləməyə başlayan gündən bəri bir neçə dəfə ölüm hadisəsi ilə qarşılaşmışdı, lakin bu dəfəki kimi ağır və dəhşətli ölümlə rastlaşmamışdı. Şəxsiyyəti məlum olmayan bu kişi ağlasığmaz işgəncə və əzabla öldürülmüşdü. Qatil onu əvvəlcə daldan 5 barmaqla başından vurub yaralamış, sonra onu yerə yıxaraq ağır ayaqqabıları ilə döş qəfəsinin üstünə çıxmış, bütün qabırğalarını vəhşicəsinə qıraraq sinəsini kürəyinə yapışdırmışdı. Kapitan Əli Rəsulov tibbi ekspertiz üçün həkim Kerkiladze ilə meyidi xəstəxanaya göndərdi. Özü isə ekspertlə idarəyə qayıtdı. Həlimə Əlağa qızı müvəqqəti olaraq yaddan çıxmdı. Rəsulov bütün bilik və bacarığını öldürülənin şəxsiyyətini öyrənilməsini işinə sərf etdi. Hər şeydən əvvəl kapitan Rəsulov son 15 gün ərzində adam etməsi haqqında milis orqanlarına verilən bütün ərizələrlə tanış oldu. Lakin bu ərizələrdə göstərilən adamların nişanələri meyidin nişanlarına uyğun gəlmədi. Kapitan Rəsulov bununla kifayətlənmədi. O meyidə ərizə vermiş adamların hamısını göstərdi. Heç kim onu tanımadı. Bəlkə bu kişi Respublikanın kənd rayonlarından Bakıya gəlib, deyə
fikirləşən kapitan Rasulov Azərbaycanın bütün rayon milis şöbələrinə müraciət etdi, lakin bu tədbir də Meyidin şəxsiyyətini müəyyən etməyə imkan vermədi. Kapitan Rasulov məsləhətləşmək üçün idarə rəisinin yanına qalxdı, ancaq polkovnik İsayevi kabinetində tapa bilmədi. İdarə rəisi nazirin yanına getmişdi. Rasulov çəkinmədən Xəlilova zəng vurdu. Salam yoldaş nazir, sizi kapitan Rasulov narahat edir. İcazə verin yanınıza gəlim. Gəl kapitan, səni gözləyirəm. Kabinetdə yazı stolu, kiçik telefon avtomatı vardı. Arxa divardan Azərbaycan xəritəsi, qarşıdakı divardan isə Xəzər dənizinin, Azərbaycan dəmir yollarının və rayon milis şöbələrinin yerləşməsini göstərən xəritələr asılmışdı. Kabinet işıqlı idi. Buranın 5 pəncərəsi vardı. Bunlardan ikisi Hüsnü Hacıyev küçəsini, üçü isə Qapalı kolxoz bazarına baxırdı. Kapitan Rasulov otağa girəndə gecə saat 2 idi. O salam verdi. Nazir onu diqqətlə nəzərdən keçirib soruşdu. Hə, kapitan, necəsən? Yenə qaşqabağın yerlə gedir. Görürəm çətin vəziyyətə düşmüsən. Bəlkə işi səndən alıb başqasına verək. Eləsəz, yoldaş nazir. Onda görə mən daha milis orqanlarında xidmət etməyim. Mən çətinlikdən qorxmuram. Əksinə çətin işi sevirəm. Onu bilirəm, kapitan. Otur. Ancaq xahiş edirəm ki, bir şey yaddan çıxarmayasan. Mən yol verməyəcəm ki, açılmamış cinayət işi qalsın. Ya gərək özümüz vəzifəmizin öhdəsinə gələ bilmədiyimiz haqqında raport verək, ya da qabıqdan çıxıb bütün cinayətlərin üstünə açaq. Mən bunu başa düşürəm, yoldaş nazir. Lap yaxşı, gəl indi meyit haqqında danışaq. Deyirsən ki, qarğalar yazığı ilə kökə salmışlar ki, doğma anası belə onu tanıya bilməzdi. Moskvada Gerasimov soyadlı məşhur bir professor var. O, antropologiya elmi ilə məşğul olur. 2 il bundan əvvəl professor meyitlərin kəlləsinə əsaslanaraq onların gipsdən büstlərini hazırlamağa müvafiq olur. Həmin büstlər ölmüş adamların şəkilləri ilə müqayisə edildikdə onların bir-birini tamamilə oxşadığı aşkar edilib. Son vaxtlar Bakıda da bu sayda xeyli iş görülür. Sən mütəxəssislərə müraciət et, mənə belə gəlir ki, peşman olmazsan. Sağ olun, yoldaş nazir, bu çox dəyərli məsləhətdir. Bir məsələ də var, kapitan. Üzüyün üstündəki hərflərin latin əlifbası ilə yazılması məni çox düşündürür. Sovet İttifaqında yalnız Litva, Latviya və Estoniya respublikalarında latin əlifbası işlənir. Buradan belə bir nəticəyə gəlmək olar ki, öldürülən adam ya Baltika respublikalarından ya da xarici ölkələrdən gəlmə adamdır. Mən bunu yoxlamağa öz öhdəmə götürürəm, deyə komissar Xəlilov gözlənilmədən soruşdu. Həlimədən nə xəbər var? Yoldaş nazir, düzünü bilmək istəsəz, mən fikrimi dağıtmamaq üçün onun müvəqqəti yaddan çıxarmışam. Nahaq yerə. Həlimə məsələsində səni ən çox düşündürən nə idi? Qan ləkəsi. Nədənsə, kapitan, bu qan ləkəsi mənə də rahatlıq vermir. Necə bilirsən, kapitan, həmin qan ləkəsi ilə dərədə tapılmış meyit arasında əlaqə ola bilərmi? Ola bilər, yoldaş nazir, bunu sübut etmək çox çətindir. Nə üçün? Çünki mən meyidin paltarını elmi-texniki laboratoriyaya vermişdim. Paltarda zərrə qədər qan ləkəsi tapılmayıb. Görünür, qatillər onu öldürdükdən sonra paltarını dəyişmişlər. Hər halda məsələ haqqında düşünmək lazımdır. Get, kapitan, işi davam etdir, biz də fikirləşirik. İnək oğrusu. Kiçik leytenant Svetlana Sipanova 2 gün idi ki, rahatlıq nə olduğunu bilmirdi. O, izini itirmiş yalançı Ağasəlimi tapmaq üçün insan kölgəsi kimi Həlimə Əlağa qızının ardınca gəzir, bir saniyə belə onu gözdən qoymurdu. Hətta axşamlar gəldikdən sonra belə Svetlana rahatlaşmır, bağda oturaraq gözlərini onun pəncərəsindən çəkmirdi. İkinci gün Həlimə günorta şirin alver edən zaman yalançı Ağəli yenə də Sabunçu vağzalının qabağında göründü. Svetlananın sevincinin həddi-hüdudu yox idi. O şadlığından uşaq kimi atılıb düşməyə hazırdı. Bu dəfə Svetlana oğlanla Həlimənin söhbətinə qulaq asmağı lazım bilmədi. Uzaqdan oğlanı güdməyə başladı. Oğlan Həliməyə neysə deyib 2 qutab aldı və vağzalın qabağındakı taksilərdən birinə mindi. Svetlana da bu cür hərəkət etdi. O vəsiqəsini taksi sürücüsünə göstərib dedi. Biz qabaqdakı taksini izləməliyik. Lazım gəlsə küçə hərəkəti qaydalarını da pozmalı olacağıq. Xahiş edirəm, əmrlərimi düzgün yerinə yetirəsiz. Hər şeyə mən cavabdehəm. Xoşbəxtlikdən yolda heç bir hadisə baş vermədi. Onlar yalnız bir yerdə Əzizbəyov küçəsini keçən zaman hərəkət qaydalarını pozdular. Svetoforun qırmızı işığına əhəmiyyət vermədən maşını sürdülər. Yalançı Ağasəlmin minmiş olduğu taksi 1 May küçəsi ilə üz yuxarı qalxaraq Sovet küçəsinə döndü. Cənubi Sovet meydanını ötüb keçdi. Sağa burilaraq 7-ci Xreptov küçəsinə tərəf getdi və yanğında mühafizə şöbəsinin yaxınlığında dayandı. Svetlana sürücüyə taksini yavaş-yavaş sürməyə tapşırıb avtomobilin içərisindən oğlanı izləməyə başladı. Oğlan Svetlananın avtomobilinə heç bir əhəmiyyət verməyərək şöbənin yanındakı bir mərtəbəli evin həyətinə tərəf addımladı. Bu zaman o qapıdan çıxan bir topçu starşinası ilə salamlaşdı. Starşina oğlanı söhbətə tutdu. Svetlana onların söhbətlərini aydın eşitdi. Nə oldu, Bat, işə girə bildinmi? Oğlan isə cavabında, yox hələ heç yayımı, deyə həyətə girdi. Svetlana daha burada dayanmayıb, taksini evlər idarəsinə sürdürdü.
Müdir kiçik leytenant Stepanovanın gəlişinin səbəbini öyrənib, İbad haqqında bildiklərini məmnuniyyətlə danışdı. İbadın atası axmaq, avar adamdır. Anası isə Valadarsiya adına tikiş fabrikində işləyir. Çox işgüzar, əməksevən, intizamlı qadındır. İbad müharibə illərində anadan olub. İbad yaxşı uşaq idi. Son zamanlar avaralara qoşulub, daha dərsə getmir. Anasının sözünə baxmır, şübhəli adamlarla oturub durur. Neçə dəfə onu çağırıb danlamışam, işə girməyə məsləhət görmüşəm, ancaq heç bir şey çıxmır. Hər dəfə soruşanda çiyinlərini çəkib deyir ki, özümə münasib iş tapmamışam. Yoldaş müdir, bəs İbad yaşayan həyətdəki starşina kimdir? Hərbi hissədə qulluq edir. Həmin həyətdə yaşayan Tamara adlı bir qızla evlənib. Adı Pyotr, soyadı isə Korşunovdur. Bizə çox kömək edir. İctimai işi sevən adamdır. O da bir neçə dəfə İbada öyüd nəsihət verib. Stepanova müdirlə xudafisləşərkən dedi: "Xahiş edirəm, bu söhbət aramızda qalsın. Arxayın olun." Axşam kiçik leytenant Stepanova starşina Korşunov gilə gəldi. Svetlana İbad haqqında starşina ilə ətraflı danışmaq istədi. Lakin onların söhbətləri uzun çəkmədi. Svetlana dedi: "Yoldaş starşina, sizi mühüm bir iş üçün narahat edirəm. Gərək bu işdə bizə kömək edəsiniz. Böyük məmnuniyyətlə, bu mənim vətəndaşlıq borcumdur. İstəyirik sizə bir iş tapşırıq. Xahiş edirik, İbada göz qoyasınız. Kimlərlə oturub durduğunu, anası evdə olmadıqda onların evlərinə kimlərin gəlib getdiyini öyrənəsiniz." "Gecdir, yoldaş leytenant." "Nə olub ki? Bugün axşam İbadı tutublar." Svetlana eşitdiklərinə inanmayıb dedi: "Siz səhv edirsiniz, yoldaş starşina. Elə şey ola bilməz." "Elədir ki, var yoldaş leytenant. Anası bir saat bundan qabaq xörək yapardı." "Bilmirsiniz harda və nə üçün tutublar?" "Oktyabr rayon milis şöbəsində. Deyildiyinə görə o inək oğurlayıbmış." "Necə bilirsiniz yoldaş starşina? İbad oğrudur?" "Bəli, bu sual mənə 2 ay bundan əvvəl verilsəydi, mən yox deyərdim. İndi isə mənə belə gəlir ki, İbaddan hər nə desən çıxar. Deyilənlərə görə o tez-tez qumar oynayırmış. Həyətimizdə də qumar məclisi qurublar. Mən bu barədə İbadla da, onun anası ilə də danışmışam." Kiçik leytenant Stepanova daha burada qalmayıb, starşina ilə xudafisləşdi və Oktyabr rayon milis şöbəsinə getdi. İbad Qasımovun kim tərəfindən və nə üçün tutulduğunu öyrəndi. Sonra İstintaq şöbəsinin rəisi baş leytenant Vəli Qəhrəmanovla söhbət etdi. Qəhrəmanov İbadın məsuliyyətə cəlb olunmasının səbəbini Svetlanaya izah etdi. Axşam çağı təxminən saat 7-nin yarısında 1-ci taksimator parkına gedirdim. Bu zaman qarşıma bir oğlan çıxdı. O bir inəyin ipini zorla çəkə-çəkə Şamaxı yoluna tərəf aparırdı. İnək getmək istəmir, oğlan isə onu tez-tez çubuqla vururdu. Oğlanın hərəkətləri mənə çox şübhəli göründü, çünki hərdən bir qorxa-qorxa ətrafına baxırdı. Məni görəndə oğlan özünü itirdi, bir anlığa ayaq saxlayıb dayandı. Sonra keçib getmək üçün mənə yol verdi. Mən onun qarşısına kəsib soruşdum. "Oğlan, kimsən, hardan gəlirsən?" "Biləcərdənəm," deyə oğlan titrəyə-titrəyə cavab verdi. "Bəs bu inək kimindir?" "Özümüzün Biləcərdə xalamgildə saxlayırdıq, indi evimizə aparıram." Mən oğlanın yalan danışdığını dərhal başa düşdüm. İnəyə yaxınlaşıb əlimlə onun başını, boynunu tumarladım. İnəyin dərsi quru idi. Halbuki 15 dəqiqə bundan əvvəl yağış yağmışdı. Əgər oğlan inəyi Biləcərdən gətirmiş olsaydı, mütləq onları yolda yağış tutardı. "Aydındır, sonra?" deyə Svetlana soruşdu. Sonra mən inəyin ipini oğlanın əlindən alıb başlı başına buraxdım. Oğlan isə bərk-bərk tutdum ki, qaçmasın. İnək sanki mənim hərəkətimdən razıymış kimi 1-2 dəqiqə dayanıb üzümə baxdı, sonra geri dönüb getdi. Biz də inəyin dalına düşdük. Təxminən 200 metr yol getdikdən sonra inək sağa döndü və yolun kənarındakı bir mərtəbəli evlərdən birinin həyətinə girdi. O dəqiqə həyətdə balanca bir qızın səsi eşidildi. "Jenya xala, muştuluğumu ver, inəyimiz tapıldı." Bu qız inəyin boynunu qucaqlayıb, bu üzündən, o üzündən öpdü. Mən qızdan soruşdum. "Ay qız, bu inək sizindir?" "Əlbəttə ki, bizimdir. Bu nə sözdür?" "Bəs bu oğlan deyir ki, inək bizimdir." Qız oğlana yaxınlaşıb dedi. "Buna bir bax, heç utanmır, yalan danışır. Yəqin məktəblidir. Heç şagird də yalan danışar." Bu zaman oğlan qorxulub qaçmaq istədi. Mən onu güclə saxladım. Protokol tərtib edib buraya gətirdim. "Yoldaş Qəhrəmanov, İbadı nahaq yerə tutmusunuz. O bizə başqa bir iş üçün lazım idi. Biz onun kimlərlə əlaqə saxladığını öyrənmək istəyirik." "Mən nə biləydim, istəyirsiz zamına buraxım." "Dayanın, əvvəlcə məsləhətləşmək lazımdır." Avara. Gündüz kapitan Rəsulovla kiçik leytenant Rzayev sirkin qabağına gəldilər. Onlar evlər idarəsinin müdiri ilə söhbət etdilər. Bu, evlərin sakinləri ilə tanış oldular. Lakin sarı qalstuklu oğlanı tapa bilmədilər. Buralarda elə bir adam yaşamırdı. Axşam onlar kör peşman milis idarəsinə qayıtdılar. Bugünkü müvəffəqiyyətsizlikdən hər ikisi pərt olmuşdu. Hələ gündüz. Nəhayət kələfin ucu əlimizə keçəcək deyə sevinən Əli Rəsulov indi qaşlara çatılmış, hirsdən rəngi boğulmuş və əsəbiliklə ovuşdurduğu saçları bir-birinə qarışmışdı.
İndi onlar nahar etmək əvəzinə get-gedə daha çox həyəcanlanır, əmələ gəlmiş vəziyyətdən çıxış yolu axtarırdılar. Rəsulov hirslə kabinetdə var-gəl edərək otağı qarış-qarış ölçür, Rzayev isə gözlərini bir nöqtəyə zilləyərək dalbadal papirosunu tüstülədirdi. Axşam hava qaralanda telefon zəng çaldı. Rəsulov telefonun dəstəyini götürdü. Danışan gür səsli bir oğlan idi. Axşamınız xeyir, yoldaş Rəsulov. Aqibətiniz xeyir, kimdə danışan? Tanımadınız, bəs siz demişdiniz ki, mənim zəngimi gözləyəcəksiniz. Çəkməslən Əbdüldür eləmi? Bəli, yaxşı tapmısınız. Xoş gördük Əbdül, necəsən, səndən nə əcəb? Kişidə söz bir olar, yoldaş Rəsulov. Bağbanlar məhəlləsində Çəkməslən Əbdülü hamı tanıyır. Mən söz verdim, qutardı, yerinə yetirərəm. Afərin Əbdül, təşəkkür edirəm. İndi də görək bizə nə xəbərlə şadlandıracaqsan. Muştuluğumu verərsiniz? Əlbəttə, danış Əbdül, mən səni dinləyirəm. Yadınızdadırmı? Sizi bir stilaqa maraqlandırırdı. Bəli, Əbdül maraqlandırırdı. Özü də sarı qalstuklu. Bəli, özüdür ki var. Hə, mən də onu deyirəm də. Bu gün yenə gəlmişdi. Hansı evə girdi? Həlimə gilin qapısından içəri girib pilləkənlərlə yuxarı qalxdı. Düz 2 dəqiqə keçdikdən sonra aşağı düşdü. Həlimə evdə idi? Xeyr. Və sonra oğlan ara getdi. Taksiyə mindi. Rəsulov təəssüfləndi. Heyf, mən onun kim olduğunu bilmək istəyirdim. Bundan asan nə var ki? Bunun nəyə sandır Əbdül? Mən onun nə adını, nə soyadını, nə də ünvanını bilirəm. Adını mən də bilmirəm, ancaq ünvanı mənə məlumdur. Doğru deyirsən, o harda yaşayır? Həştərxan küçəsindəki 39 nömrəli evdə. Bunu sən necə öyrəndin Əbdül? O mənim öz sekretimdir, sonra vaxt olar danışaram. Sağ ol Əbdül, mən səndən razıyam. Dəyməz, bu bizim borcumuzdur, ancaq mən sizə bir söz demək istəyirəm. Lap ikisini də Əbdül. Acığınız gəlməz ki? Yox əşi, acığım gəlsə qrafində su çoxdur, içərəm. Əbdül zarafata keçdi. Onda dayı, özünüz üçün bir stəkan su hazırlayın. Su hazırdır Əbdül. Yadınızdadır, siz mənə demişdiniz ki, Qaradağlı küçəsində yaşayan o qəşəng qadına aşiq olmusunuz, düzdür? Düzdür Əbdül demişdim. Hə, mən də onu deyirəm də, siz elə fikir eləməyin ki, Əbdülü aldatmısınız. Bunu mən elə o vaxt sizinlə söhbət zamanı başa düşdüm. Siz aşiq deyilsiniz, milis işçisiniz. Kapitan olduğunuzu, şəhərin milis idarəsində işlədiyinizi sonra öyrəndim. Bunu sənə kim dedi? Əhəmiyyəti yoxdur dayı, axı mən də özümü bir növ operativ işçi hesab edirəm. Fikrim var ki, orta məktəbi qutarandan sonra hüquqşünaslığı öyrənim. Mən də sizin kimi kapitan olmaq istəyirəm. Çox yaxşı arzudur. Ancaq mənim sizdən bir xahişim var dayı. De Əbdül, indi mən də durjinaç olmaq istəyirəm. Necə məsləhət görürsünüz? Yaxşı fikirdir, sənə kömək lazımdır. Əlbəttə. Əbdül, onu bil ki, hamı durjinaç ola bilər, ancaq sənə kömək lazımdırsa, mən lazımı yerə zəng vuraram. Onda salamat qalın. Az sonra kiçik leytenant Rzayev sarı qalstuklu gənci Əbdülün xəbər verdiyi evdən tapdı. Bu ev milis idarəsinin 40 addımlığında idi. Sarı qalstuklu oğlanı idarəyə gətirməyə cəmi 10 dəqiqə vaxt sərf edildi. Müstəntiq Nərmanovun kabinetində əyləşərək sarı qalstuklu oğlanın dindirilməsinə qulaq asan kapitan Rəsulov xəyala dalmışdı. Əlində çamadan tutmuş oğru Vaqif Süleymanov kimi sarı qalstuklu oğlan da cinayət işlədiyini inkar etdi. Vaqif Süleymanov adlı adamın tanımadığını bildirdi. Sarı qalstuklu oğlanın adı Georgi, soyadı isə Karpov idi. O heç bir ictimai faydalı əməklə məşğul olmur, tüfeyli həyat sürürdü. Nərmanov sarı qalstuklu gəncin Qaradağlı küçəsindəki 136 nömrəli evdə olub-olmaması ilə maraqlandı. Georgi Karpov çiyinlərini çəkib təəccüblənə cavab verdi. Mən heç bir küçənin harda olduğunu belə bilmirəm. Bilmirsənsə yadına sala bilərəm, həmin küçə bayıla gedən yolda yerləşir. Yox, mən o küçədə olmamışam. Yalan deyirsən, mən sənə bir daha Azərbaycan SSR Cinayət Məcəlləsinin 130-cu maddəsini xatırlatmaq istəyirəm. Yalan məlumat versən, məsuliyyətə cəlb olunacaqsan. Mən doğru deyirəm, heç bir zaman Qaradağlı küçəsində olmamışam. Yəni keçən istirahət günü sən ora getməmsən, axı mən səni özüm orada görmüşəm, gözlərimə inanım, ya sənə? Karpov inadlıq göstərərək cavab verdi, mənə inanın. Müstəntiq də inadlıq göstərib dedi. Mən həmin evin qabağına dayanıb bir dostumla söhbət edirdim. Sən Qaradağlı küçəsinə açıq qəhvəyə rəngli Pobedada gəldin. 136 nömrəli evə girib pilləkənlərlə yuxarı qalxdın. 20 dəqiqə keçdikdən sonra aşağı düşdün. Avtomobil səni gözləyirdi. Geri qaydanda əlində patifon boyda qara bir çamadan da vardı. Sən avtomobilə əyləşib getdin. Yadına düşdü? Yəqin siz səhv salırsınız, məni başqa adamla qarışdırırsınız. Deməli mən yalan danışıram. Mən olanı dedim. Bəs bugün necə Karpov? 2 saat bundan əvvəl həmin evə getmişdiniz. Bugün mən heç evdən bayıra çıxmamışam. Bura bax Karpov, belə görünür ki, sən bu yalançılığından əl çəkən deyilsən. Ancaq yadında möhkəm saxla.
Mən hövsələli adamam, düzünü deməsən, səni şahidlərlə üzləşdirmək olacam. Çağırın görək o necə şahidlərdir. Müstəntiq Nərimanov zəngi basıb əvvəlcə Vaqif Süleymanovun gətirilməsini tapşırdı. Vaqiflə Georgiyin üzləşdirilməsi heç bir nəticə vermədi. Onlar bir-birini tanımadıqlarını bildirdilər. Sonra müstəntiq növbətçiyə sürücü Razumovun gətirilməsini tapşırdı. Bir dəqiqə sonra Georgi Karpovu Qaradağlı küçəsinə gətirmiş sürücü içəri girdi. Müstəntiq soruşdu. Qriqori Razumov, deyin görək siz Qaradağlı küçəsində bu adamı aparmışdınız? Bəli, özüdür ki var. Sonra müstəntiq sarı qalstuklu gənci müraciət etdi. Hə Karpov, indi nə deyirsən? Keçən istirahət günü Qaradağlı küçəsinə getdiyini boynuna alacaqsan ya yox? Yaxşı yadımda deyil. Bəlkə də dediyiniz küçədə olmuşam. Səhərdən axşama qədər adam o qədər maşına minir ki, sayı hesabı yox. Bilmirəm Karpov, sən özünü ələ salmısan ya bizi? Adam 4 gün bundan qabaq getdiyi yerləri unudarmı? Mənim yaddaşım pisdir. Yəni həmin evdən qara çamadan apardığın da yadından çıxıb? Xatırlamıram, ola bilər. Çamadanda nə var idi? Onu kimdən almışdın? Mən bu suala cavab verməyəcəm. İstəyirsiniz lap bu dəqiqə güllələyin. Biz adam güllələyən deyilik. Sən isə suala cavab verməlisən. Georgi Karpov başını aşağı salıb dinmədi. Müstəntiq Nərimanov sarı qalstuklu olan ifşa etmək üçün son çarəyə əl atdı. Onu Həlimə Əlağa qızı ilə özləşdirdi. Karpov Həliməni tanımadığını bildirdi. Həlimə isə dedi. Yaxşı yadımda deyil. Deyirsən bu oğlan boybuxundan qonşumuza gəlmiş oğlana oxşuyur. Ancaq mən bunu təsdiq edib nahaq yerə günahı boynuma götürə bilmərəm. Mən ancaq onu deyə bilərəm ki, oğru da elə bu boyda idi. Boynunda bunun kimi sarı qalstuku vardı. İstintaq zamanını gözlərinə Georgi Karpovun üzündən çəkməyən kapitan Rasulov onu diqqətlə öyrənirdi. Georgi Karpovun heç bir ictimai faydalı əməklə məşğul olmaması, onun gülünc geyimi, istintaq zamanı suallara düzgün cavab verməməsi kapitanı düşündürdü. Dostları arasında George ləqəbi daşıyan Georgi Karpovun doğrudan da çox gülünc görkəmi var idi. Tarzan kimi o da saçlarını uzadıb boynunun ardına vurdurmur, dar butulka fasonlu şalvar, klonlar kimi abı və sarı rəngli zolaqlar olan köynək onun üstündən çiyinləri gen, beli dar pencək geyinmişdi. Ayaqlarındakı həddindən ziyadə qalın padoşları olan qara zamuş çəkmə vardı. Onun başı bu maskaradın içindən qaz kimi irəli uzanmışdı. O, Nizami küçəsində Broadway adlandırılan hərəni bir ləqəblə çağıran, danışanda hərdən bir cümlələrinə okey, all right kimi ingilis sözləri daxil edən avaralardan biri idi. O, müstəntiqin suallarına xüsusi bir əda ilə cavab verir, bu zaman qadınlar kimi lak çəkilmiş dırnaqlarını tez-tez nəzərdən keçirir, onlara ağzında çeynəyirdi. Kapitanı düşündürən bu gəncin özünü belə eybəcər şəklə salması, xarici ölkələr qarşısında pərəstiş etməsi, həşərat kimi havayı yeyib gəzməsi idi. Belə adam oğru ola bilərmi? Deyə kapitan öz-özünə sual verdi. Dərhal sualına cavab verdi. Əlbəttə ola bilər. Bəs nə üçün onun üzündə heç bir istirab, qorxaqlıq hiss olunmur? Hətta o müstəntiqin son sualına istehzalı gülüşlə cavab verir. Pis işləyirsiniz, yoldaş baş leytenant, çox pis. Mən həmin gün doğrudan da dediyiniz evə gəlmişdim. 9 nömrəli mənzildə Stella Karmayeva gildə idim. Mən bugün də ora getmişdim. Bunu Stella da onun anası təsdiq edə bilər. Müstəntiq Georgi Karpova dəhlizdə gözləməyə tapşırdı. Sonra Rasulova müraciət etdi. Fikriniz nədir, yoldaş kapitan? Rasulovun əvəzinə kiçik leytenant Cabir Rzayev cavab verdi. Yoldaş baş leytenant, məsələ aydındır. Bu haramzadanın üzündən dələduzluq yaxır. Mən belə hesab edirəm ki, o Vaqif Süleymanovla əlbirdir. Müxbir Dadaşovun mənzilini onlar oğurlayıblar. İşi uzatmaq nə lazım? Gəlin məsələni qurtaraq. Onların hər ikisini məsuliyyətə cəlb edək. Yox, yoldaş kiçik leytenant, elə olmaz deyə Rasulov etiraz etdi. Hələ çox şey qaranlıq qalıb. Doğrudur, bu gənc düz adama oxşamır. Ancaq onun bu işdə təqsiri yoxdur. Mən buna əminəm. Karpov həmin evə gəldiyini başqa səbəbə görə gizlətməyə çalışırdı. Yəqin həmin evdə Stilyaqaların yığıncaqları görüşləri olub. Karov da bunun bildirmək istəmir. Mənə belə gəlir ki, deyə Rasulov nəyəsə yadına salıb sözünü yarıda kəsdi. Rzayev müraciət etdi. Bura bax, kiçik leytenant, mənim ağlıma bir fikir gəldi. Sürücü Razumovu buraya çağır. Az sonra qonşu otaqda gözləyən Razumov içəri girdi. Rasulov dedi. Razumov, sırağı gün mən səni Qaradağlı küçəsinə aparanda sən pəncərəni dürüst yadına sala bilmədin. Dedin ki, pəncərələrin hamısı bir-birinə oxşayır. Ona görə də qadının hansı pəncərədən boylanıb baxdığını yadına sala bilmirsən. Elədir? Bəli, elə oldu. İndi də görək bayaq kabinetdə olan qadını gördünmü? Bu istirahət günü pəncərədən boylanan qadına oxşayırmı? Yoldaş kapitan, elə mən də bu məsələ haqqında danışmaq istəyirdim. Qadın içəri girəndə onun üzü mənə çox tanış gəldi. Diqqətlə baxıb gördüm ki, bu elə həmin qadının özüdür. Yaxşı Razumov, sən gedə bilərsən. Sonra Rasulov dəhlizə çıxıb burada gözləyən Həliməyə dedi.
Əzizim, bağışla, səni narahat etdik. Başqa əlacımız yox idi. Yoxsa mən qoymazdım ki, sənə əziyyət versinlər. Artıq məsələ aydındır. Oğruların hər ikisi ələ keçdi. Bugün sabah onları məhkəməyə verərik, məsələ qurtarar. Bundan sonra rahat yata bilərsiniz. Daha heç kim sizin mənzilinizə oğurluq edə bilməz. Çox sağ ol, qadası. Yolumuzda çox əziyyət çəkdim. Vaxt gələr xəcalətindən çıxarıq. İndi mən gedə bilərəm? Əlbəttə, Həlimə xanım, bu nə sözdür? Bəs sən niyə görünmürsən, qadası? Demişdin ki, gələcəksən, zən vuracaqsan. Özün isə aya günə dönmüsən. Mən yazıqdır, hər axşam oturub sənin yolunu gözləyirəm. Qoyurlar, o qədər iş var ki, gəl görəsən. Vallah, başımı qaşımağa belə vaxtım yoxdur. Bu günlərdə mütləq görüşərik, söz verirəm. Rəsulov bu sözləri deyərkən Həlimə onun gözlərindən xüsusi bir tərzdə intiqam hissi ilə alışıb yandığını görmədi. O əzilə-əzilə dedi. Mən səni səbirsizliklə gözləyəcəyim, qadası, sağlıqla qal. Xoş gəldin, Həlimə xanım. Qumar qurbanı. Rəsulov kabinetə qayıdıb Nərmanova müraciət etdi. İndi növbə İbadındır, tapşırın onu gətirsinlər. Az sonra Həliməyə məktub gətirmiş oğlan içəri girdi. O kimə müraciət edəcəyini bilməyərək çaşqınlıqla gah Rəsulova, gah Nərmanova, gah da Rızayeva baxdı. Rəsulov dedi. İbad, keç əyləş, bax səninlə açıq danışıram. Anana yazdığın gəlsin, o səni çox sevir. Biz yaxşı bilirik ki, sən oğru deyilsən, inəyi isə başqasının tapşırığı ilə aparmısan. Əgər suallara düzgün cavab versən, səni evinizə buraxacağam. Yalan danışsan, məndən incimə. Mən suallara düzgün cavab verəcəm. Onda başla, biz səni dinləyirik. Əmilər, məni bağışlayın, səhv etmişəm. Şeytan məni yoldan çıxarıb. Bir də belə qələt eləmərəm. Mən heç yerdə işləmirəm. Dərsi də atmışam. Bunu biz bilirik. Sən oğurluqdan danış. Bugün mənə pul lazım oldu. İnəyi aparırdım ki, satıb pul eləyim. Pul nəyinə lazımdır? Puldan kim qaçar? Xərcləmək üçün. Bəlkə borclusan, ona görə oğurluq etmisən. Mən kimə borclu ola bilərəm? Alverçi deyiləm ki. İbad, sən qumarbazlara borclusan. Mən qumar oynamıram. Və səhərdən axşama da kəyinizdə aşı qatıb cay vuran kimdir? Mənəm. Sən qumar da oynayırsan, çox zaman qumarbazlardan yer pul da yığırsan, hərdən rabitəçi də olursan. Başdan ayağa yalandır, iftiradır. Bu həqiqətdir, İbad. Axı sən söz verdin ki, düzünü danışacaqsan. Söz vermişəm, sözümün üstündə də məhkəm dururam. Deyirəm ki, mənə pul lazım oldu, inəyi də apardım. Bunu eşitdik, indi də rabitəçiliyindən danış. Rabitəçi nədir? Rabitəçi məktub daşıyandır. Nəql elə görək, məktubları necə daşıyırsan? Məktub nədir? Məgər mən poçta işləyirəm ki, məktub da daşıyım? Xeyr, İbad, sən poçta işləmirsən, amma xüsusi bir adama qulluq göstərirsən. Onun tapşırığı ilə nadürüst adamlara məktub aparırsan. İbad çaşdı, halı dəyişdi. Dili güclə söz tutat da dedi. Mən heç nə başa düşmürəm. Özünü tülkülə qoyma, İbad, bizə hər şey məlumdur. Biz sənin kimlə əlaqə saxladığını öz ağzından eşitmək istəyirik. Siz mənə böhtan deyirsiniz, əmi, mən heç kimi tanımıram. İbad. Mən səni buraxmaq istəyirdim. Sən isə özünü bilməməzliyə vurursan. Bizdən söz salmaq, sənin haqqında nəyi bildiyimizi öyrənmək istəyirsən. Biz sənin heç nə gizlətməyik, sən tələyə düşmüsən. Böyük cinayətkarlar tələsinə. Onlar səni qorxudublar, ölümlə hədəliyiblər. Ona görə də sən kör-köranə onların tapşırıqlarını yerinə yetirirsən. 2 gün bundan əvvəl milis şöbəsinə gətirildiyin yadındadırmı? Hansı milis şöbəsinə? Nərmanov rayonuna, Sabunçu vağzalının yanındakına. Xeyr, yadımda deyil. Sənin cibində bir məktub da var idi. Sən milis işçilərini aldadıb demisən ki, Ağasəlim Rəfizadəsən, 8-ci sinifdə oxuyursan. İbad hiylə işlətməyə qərar aldı. Hə, onu deyirsiniz, yadıma düşdü. Məni küçədə tum çırtlamaq üstünü tutub milis şöbəsinə apardılar. Mən də qorxub adamı yalandan dedim. Öz günahını başqasının üstünə attın, eləmi? Həqiqi Ağasəlimi hardan tanıyırsan? O ağıllı oğlandır, dərs əlaçıdır, sənin kimi dələduzə oxşamır. Qabaqlar mən də o məktəbdə oxuyurdum. Bir dəfə mən zarafat üçün stolun üstünə mürəkkəb sürtmüşdüm ki, fizika müəlliminin şalvarı batsın. Ağasəlim isə məni satdı, iclasda tənqid etdi. Mən də ondan intiqam almaq, məktəbdə biabır etmək istədim. İbad, sən doğrudan da elə düşünürsən ki, səni küçədə zibilləməyin üstə tutmuşdular? Bəs nəyə görə? Mənim başqa heç bir təqsirim yox idi. Yanılırsan İbad, sən yenə də tərslik edirsən, təqsirini boynuna almaq istəmirsən. Səni qutabsadan Həliməyə məktub gətirmək və ondan başqasına kağız aparmaq üstə tutmuşdular. O zaman bizim sənə yazığımız gəldi, buraxdıq. Ancaq sən başa düşmədin. Bütün bunlar deyərkən kapitan Rəsulov gözlərini İbadın üzündən çəkmir, onun hərəkətlərini, sifətindəki dəyişiklikləri diqqətlə izləyirdi. Həlimənin adı çəkiləndə İbad saraldı. O güclü eşidilə biləcək səslə soruşdu. Məni kim satmışdı? Həlimə. Bir də ki, İbad ucadan qışqırdı.
Yox, yox, o adam satmaz. Özü ölmə gedər, ancaq dostlarını satmaz. Satar İbad, satar. Özünü qurtarmağı üçün bütün dostlarını qurban verər. Siz bunu nə ilə sübut edirsiniz? Rəsulov müstəntiqə müraciət etdi. Yoldaş Nərmanov, İbadın 2 dəfə Sabunçu vağzalına Həlimənin yanına gəlməsi, bazarda tum çırtlayarkən hayküy salıb cəmaət ətrafına yığması, milis şöbəsinə gətirilməsi, şəkillərini onun Həliməyə verdiyi məktubun şəkillərini göstərsin. İbad məktubu da, şəkilləri də nəzərdən keçirib heyrətləndi. Rəsulov İbadı daha artıq intizarda qoymaq üçün dedi. İndi nandın, istəyirsən Həlimənin sənə verdiyi məktubda nə yazdığını da deyim. Bunu siz bilə bilməzsiniz. Mən o məktubun yanıb külə döndüyünü öz gözlərimlə gördüm. Nə olsun ki, Bad, əvvələn sən sırağa gün milis şöbəsinə gətiriləndə qız o məktubun şəklini çəkmişdik. İkincisi odur ki, məktubun məzmununu Həlimə bizə yazıb. Məktubda nə yazılmışdı? Rəsulov gözlərini qırpmadan dedi. Hava sakitdir, ancaq hələ dənizə çıxma, fırtınadan qorxuram. İbad pıçıltı ilə dedi. Doğrudur, elədir. Hə, nə oldu İbad, indi danışacaqsan? İbad titrəyə-titrəyə dedi. Qorxuram yoldaş kapitan, o məni də, anamı da öldürər. Kim? Yox deməyəcəm. Dar ağacından assaz belə deməyəcəm. Siz onu tanımırsınız, o hər şey edə bilər. Yaxşısı budur ki, qoy elə mən tutulub gedim, tək anam sağ olsun. Rəsulovla Nərmanov İbada xeyli dilə tutdular. Ancaq bundan heç bir şey çıxmadı. Axırda İbad yorulub dedi. Onda xahiş edirəm, mənə 3 gün möhlət verin, fikirləşim. 3 gün çoxdur İbad, 3 saat bəs edər, get fikirləş, ağlını başına yığ, cavanlığına heyfin gəlsin. Anan haqqında düşün, o yazıq sənin üçün göz yaşları tökür, adam ol. Sən istəsən də istəməsən də biz səni düz yola qaytaracağıq. Əvvəlcə sənə qulaq vurması verəcəyik, sonra həm işləməyə, həm də oxumağa məcbur edəcəyik. Kələfin ucu. İstintaqdan sonra Əli Rəsulov işin gedişi haqqında polkovnik İsayevə məlumat vermək üçün kabinetindən bayıra çıxdı. Dəhlizdə uca boylu, gözlərinə eynək taxmış, arıq bir kişi ilə rastlaşdı. Rəsulov o saat onu tanıdı. Onun əlini səmimiyyətlə sıxıb dedi. Xoş gəlmisiniz, yoldaş Dadaşov. Özünüzü necə hiss edirsiniz? Eynəkli kişi təəccüblə Rəsulova baxıb soruşdu. Sağ olun, yaxşıyam. Siz məni tanıyırsınız? Evinizə girərkən şəklinizi görmüşəm. Mən Rəsulovam. Buyurun içəri. Bu kişi Həlimənin qonşusu müxbir Dadaşov idi. O yenicə ezamiyyətdən qayıtmış və birbaşa vağzaldan Rəsulovun yanına gəlmişdi. Oğurluq haqqında müxbirlə kapitanın söhbəti uzun çəkmədi. Dadaşov evindən 1500 manatlıq 3%li istiqraz, qızıl saat, 12 gümüş qaşıq və bir çamadan aparıldığını bildirdi. Bunları sadalayarkən Hüseyin Dadaşovun gözü Rəsulovun stolunun üstünə kiçik büstə sataşdı. Bu Biləcəri yolunda tapılmış meyidin kəlləsi əsasında antropoloqlar tərəfindən gipsdən hazırlanmış büst idi. Bu günlər büst adamları itmiş olan vətəndaşların hamısına göstərilmişdi. Lakin heç kim onu tanımamışdı. Müxbir yenidən qalxaraq stola yaxınlaşdı. Büstü əlinə alıb diqqətlə nəzərdən keçirdi, sonra yerinə qoydu. Dadaşovun hərəkətlərini nəzərdən qaçırmayan Rəsulov soruşdu. Nəyə baxırsınız? Olmaya büst xoşunuza gəlir? Yaxşı işlənib, usta onu hazırlamaq üçün çox əziyyət çəkib. Xeyr, yoldaş kapitan, büstün keyfiyyəti məni qətiyyən maraqlandırmır. Bu büst kimindir? O mənə çox tanış gəlir deyə müxbir əlini alnına qoyub fikirləşməyə başladı. Doğrumu deyirsiniz? Bu çox maraqlıdır. Xahiş edirəm, yadınıza salın, deyin görək onu hardan tanıyırsınız? Yoldaş kapitan, mənim çox yaxşı hafizəm var. Adamla bir dəfə görüş danışsam, onu ömür boyu yaddan çıxarmaram. Ancaq indi nə qədər fikirləşirəmsə, yadıma sala bilmirəm. Bəlkə siz onu başqa bir adama oxşadırsınız? Xeyr, siz onu harda və nə vaxt görmüsünüz? Deyə bilmərəm, yadımda deyil. Yoldaş Dadaşov, mən sizdən heç bir şey gizlətmirəm, açıq danışmaq istəyirəm. Sizin verəcəyiniz məlumatın çox böyük əhəmiyyəti var. Bu adamın meyidi 4 gün bundan əvvəl Biləcəriyə gedən yoldan dərədən tapılıb. Biz onu tanımırıq. Adını, soyadını öyrənmək, kim tərəfindən öldürüldüyünü aşkar etmək istəyirik. Meyidə baxmaq olar. Buyurun, gedək deyə kapitan Rəsulov Hüseyin Dadaşovla birlikdə maşına minib Semaşka adına xəstəxanaya gəldilər. 25 dəqiqə keçdikdən sonra onlar yenə milis idarəsinə qayıtdılar. Dadaşov onu tanımadı. Onun da hansı şəraitdə görüşdüyünü yada sala bilmədi. O təqsirkar adamlar kimi Rəsulova baxıb dedi. Yoldaş kapitan, bəlkə mən yorğunluqdan onu tanıya bilmədim. Axı mən birbaşa yoldan bura gəlmişəm. Gecə isə qatarda yata bilməmişəm. İcazə verin gedim, bugün istirahət edim. Axşam fikirləşərəm. Mən onu mütləq yadıma salaram. Əli Rəsulov kədərləndi. Yalvarıcı nəzərlə müxbirə baxaraq dedi. Gedin yoldaş Dadaşov, fikirləşin, xahiş edirəm. Yaxşı-yaxşı fikirləşin. Bəlkə yada sala bildiniz. Arxayın olun, fikirləşərəm deyə Dadaşov ayağa qalxıb kapitanla xudahafizləşdi və qapıya tərəf yollandı. Elə bu an Rəsulovun gür səsi eşidildi. Dayanın yoldaş Dadaşov, dayanın.
Bəlkə bu sizə bir şey xatırlatdı, deyə kapitan əlində tutduğu metal üzüyü müxbirə uzatdı. Bu üzük meyidin sol əlindəki çeçələ barmağında idi. Üzüyün üstündə latınca S və H hərfləri vardı. Elədir yoldaş Dadaşov, elədir. Hə, nə oldu, yanınıza düşdü? İndi yadıma düşdü. Az tanışlığımıza baxmayaraq bu adam mənə çox yaxşı təsir bağışlayıb. Buyurun, əyləşin yoldaş Dadaşov, danışın, mən sizi dinləyirəm. Qısa danışım ya bütün təfsilatı ilə? Bütün təfsilatı ilə, əhəmiyyətsiz saydığınız kiçik şeyləri belə unutmayın. Hüseyin Dadaşov Kazbekini çıxardı, bir papiros götürdü. Onu yandırıb danışmağa başladı. O çox yaxşı adam oxşuyurdu. Adı Əziz, soyadı isə İsmailov idi. Mən onunla Xarkovda tanış oldum. Biz Xarkov-Bakı qatarına birlikdə mindik. Təsadüfən bir vaqona, bir kupəyə düşdük. Mən ezamiyyətdən gəlirdim. Əziz isə qürbətdən vətənə qayıdırdı. O Qərbi Almaniyada əsirlikdə zülm görmüş, cavan ömrünün çoxunu qəriblikdə, xarici ölkələrdə keçirmişdi. Müxbir bir daha büstə baxaraq qüssəli səslə davam etdi. Vaqonda Əziz lap uşaq kimi sevinirdi. Hey danışıb gülür, Bakıda keçirdiyi günləri yada salırdı. Əziz müharibədən əvvəl qalada neft mədənində işləyirmiş. 1941-ci ildə vətəni müdafiə etmək üçün könüllü müharibəyə getmiş, Xarkov yaxınlığındakı döyüşlərdə yaralı əsir düşürmüş. Sonra Polşada, Almaniyada əsir düşərgələrində olmuş. Müharibədən sonra isə bir parça çörək tapmaq üçün İngiltərə, Afrika, Qərbi Almaniya, Fransa və sair ölkələri gəzmiş, hətta Avstraliyaya kimi gedib çıxmış. Qəriblikdə həmişə o vətəni bir gün belə unutmamış, həmişə doğma Bakı haqqında düşünmüş, Sovet İttifaqına qayıtmaq üçün çox çalışıb əlləşmişdi. Gəl ki, Qərbi Almaniyanın inzibati orqanları bir çox başqa Sovet vətəndaşları kimi Əziz İsmailovun da Sovet İttifaqına qayıtmasına mane olmaq üçün çoxlu tələ qurmuş, müxtəlif hilələr işlətmiş, neçə dəfə onu döyüb həbsxanalara salmış, casus olmağa vadar etmişlər. Ancaq onlar Əzizin möhkəm iradəsini qıra bilməmiş, onu öz torpaqlarına salmağa müvəffəq olmamışlar. Nəhayət bir çox əziyyətlərdən sonra o Berlinə gələrək Sovet səfirliyinə müraciət etmiş, səfirliyin köməyi ilə faşist əsarətindən qurtulub. Biz onunla Bakı vağzalında vidalaşdıq. Mən telefonumun nömrəsini ona verdim. Bütün bunları sizə Əziz İsmailovun özü danışdı. Bəli, o çox kədərli idi, dərdini deməyə adam axtarırdı. Qatarda isə adam darıxdığından tez özünə yoldaş tapır. Sizin kupedə daha kim vardı? Daim yatan qoca bir kişi, bir də tələbə qız. Onlar da Bakıya gəlirdilər. Qoca kişi Bakıya gəldi, tələbə qız isə Mahaçqalda vaqondan düşdü. Necə bilirsiniz, yoldaş Dadaşov, qoca kişi ilə tələbə qız şübhəli görünmürdülər? Yox canım, düz adam oxşuyurdular. Sözünüzə davam edin, deyin görək siz şəhərdə Əziz İsmailovla daha rastlaşmadınız? Xeyr, mən onu bir daha görmədim. Elə həmin gün redaksiyadan xüsusi tapşırıq alıb yenidən ezamiyyətə yola düşdüm. Bəs o ailəsi haqqında sizə heç bir şey danışmadı? Danışdı. Dedi ki, Bakıda arvadı və qoca anası var. Onu vağzalda kim qarşıladı? Heç kim. Əziz evinə telegram vurmamışdı. O evinə qəfildən getmək istəyirdi. Ünvanını necə sizə bildirdi? Doğrusu, mən onun ünvanını soruşmadım. Çünki mən elə zənn edirdim ki, evə birlikdə taksidə gedəcəyik. Lakin vağzalda o piyada getmək, şəhəri bir qədər gezmək istədiyini bildirdi. Mən ona mane olmaq istəmədim. Birbaşa redaksiyaya getdim. Əziz İsmailovun həyatı kapitan Rəsulovu çox mütəəssir etdi. O heyfslənə dedi. Deməli belə, xoşbəxt gün görmək o bədbəxtə qismət olmadı. 17 illik əziyyətdən sonra vətənə qayıtdığı gün vəhşicəsinə öldürüldü. Cəlladılar. Biz onları taparıq. Mən onun cəlladlarını tapmayınca rahatlıq nə olduğunu bilməyəcəm. Qatillər mütləq cəzalarına çatacaqlar. Mən bütün varlığımla buna inanıram, yoldaş Rəsulov. Yoldaş Dadaşov, axı siz mənə üzük haqqında heç nə demədiniz. Bəlkə bu barədə bir şey bilirsiniz. Üzük kimindir? S və H hərfləri nə deməkdir? İndiyədək biz belə düşünürdük ki, bu hərflər üzük sahibinin ad və soyadının ilk hərfləridir. Siz düz tapmışsınız, yoldaş Rəsulov. Bu da oradan da belədir. Bu necə ola bilər? Axı siz dediniz ki, öldürülənin adı Əziz, soyadı İsmailovdur. Üzük başqa adamındır. Mən də elə bu barədə söhbət salmaq istəyirdim. Mən elə gəlir ki, Əzizi üzük sahibinin qohumları öldürüblər. Xahiş edirəm, bu məsələni də ətraflı danışın. Bu başı bəlalı üzüyün çox qəribə tarixi var. Təxminən 23 il bundan əvvəl Səlim Heybətov adlı bir nəfər Mərdəkan bağlarından birinin yanından keçərkən yerdən həmin üzüyü tapır. Bu zaman cavan bir qız qapıya çıxaraq itirmiş olduğu üzüyü axtarmağa başlayır. Səlim üzüyü qıza verir. Beləliklə onlar tanış olub sevişirlər. O vaxtdan Səlim Heybətov həmin üzüyü barmağına taxır, ad və soyadının baş hərflərini üzüyün üstünə yazdırır. Əskərliyə gedəndə də üzüyü özü ilə aparır. Əziz kimi Səlim Heybətov da müharibə vaxtı əsir düşür. Hərbi əsirlərə məxsus düşərgələrdə qalır. Vətənə qayıtmaq üçün çox çalışır, lakin müvafiq ola bilmir.
Bir ay bundan əvvəl o qərbi Almaniyanın Maklamburq şəhərində əsarətdən qurtarmaq üçün daha bir təşəbbüs göstərdikdə satqın faşist tərəfindən ağır yaralanır. O ölüm halında ikən yaxın dostu İsmayılovu yanına çağırıb deyir: Əziz, artıq mən ölürəm. Vətəni görmək, doğma Xəzərin qucağına atılmaq, bir daha Ağasəlim şanı dadmaq mənə müəssər olmadı. Demək qismət belə imiş. Səndən bir xahişim var. Əgər Bakıya qayıda bilsəm, bizə get. Bu üzüyü arvadıma göstər. Onda mənim yanımdan gəldiyini biləcək. Ona de ki, kiçik otaqda dibdəki sol küncdə 12 dənə brilyant üzüyü bastırmışam. Mən onları qızıma cehiz almaq üçün gizlətmişdim. De ki, mən onun yanında təqsirkaram. Qoy günahımdan keçsin. 1940-cı ildə qızım anadan olanda mən istiqrazla 25 min manat pul udum. O pulu brilyant üzüklərə verib gizlətdim ki, qız böyüyəndə onu ağıllı başlı köçürəm. Qızımın toyunda oynamaq mənə qismət olmadı. Deməli taleyim belə imiş. Nə olar, sən mənim dostum və qardaşımsan. Uzun illər qürbətdə duz çörək kəsmişik. Qızımın toyunu sən et, ona ata ol. Səlim Heybətovun son sözləri vətən və Bakı olub. O, Əzizin qucağında can verdi. Mən belə düşünürəm ki, yəqin Əzizin qohumları arasında həmin brilyantlar üstündə mübahisə düşüb. Onlar da işin izini itirmək üçün İsmayılovu öldürüblər. Ola bilər deyə kapitan Rəsulov ayağa qalxdı və əsəbi halda otaqda var-gəl etdi. Sonra müxbirin qarşısında dayanaraq soruşdu. Deyin görək Əziz sizə Heybətovun ünvanını bildirdimi? Xeyr, o bunu demədi. Mən isə soruşmağa ədəbsizlik sayıb bu barədə soruşmadım. Səlim arvadına və qızına kiçik məktub yazmışdı. Məktub Əzizdə idi. Müxbir Dadaşov durub getməyə hazırlaşarkən Rəsulov dedi. Üzr istəyirəm yoldaş Dadaşov, bu iki ölüm xəbəri məni o qədər sarsıtdı ki, az qala sizi nə üçün buraya dəvət etdiyimi unudacaqdım. Siz mənə qonşunuz Həlimə haqqında nə deyə bilərsiniz? Çox pis qadındır, pozğun, özü də alverçi. O tək yaşayır. Bəli, tək. Mən o evə təzə köçmüşəm. Deyilənlərə görə bir aşnası var, ancaq mən onu tanımıram. Bir dəfə də görməmişəm. Yəqin sizi yordum yoldaş müxbir. Daha bir sual vermək istəyirəm. Deyin görüm oğurlanmış istiqraz vərəqələrinin nömrələri sizdə var. Mən nömrələri cib dəftərimə yazmışam. Buyurun, baxın. Kapitan Rəsulov bütün istiqraz vərəqələrinin nömrələrini səliqə ilə ayrı kağıza köçürüb əlini müxbirə uzatdı. Çox sağ olun yoldaş Dadaşov. Mən sizə hədsiz dərəcədə minnətdaram. Bizə çox kömək etdiniz. Dəyməz yoldaş kapitan, istiqraz vərəqələri cəhənnəm olsun, təki qatillər tapılsın. Yazıq Əziz, ürəyi daim vətən eşqi ilə alışıb yanan Əzizi həlak edənlər mütləq tapılıb cəzalandırmalıdır. Arxayın olun yoldaş Dadaşov, mən sizə bütün milis işçiləri adından söz verirəm. Qatillər mütləq tapılıb öz cəzalarına çatacaqlar. Səfurə xalanın kirayənişini. Aliyənin anası Səfurə Heybətova 2 gün idi ki, xəstəxanadan çıxmışdı. Kapitan Rəsulovun çox böyük çətinliklə əldə etdiyi nadir tapılan padutin dərmanı Səfurə xalanın xəstəliyinə xeyli kömək etmiş, demək olar ki, o tamamilə sağalmışdı. Ağır endoartrit xəstəliyi, yəni ayaqlarının qan damarlarının daralması üçün 3 aydan çox idi ki, Səfurə xalanı yorğan döşəyə salmışdı. İndi o ayağa qalxmış, yavaş-yavaş yeriməyə başlamışdı. Bugün səhər tezdən durub Aliyə ilə Eterini instituta yola salan Səfurə xala həmişəki kimi yenə də ev işlərlə məşğul idi. Son vaxtlar Səfurə xala Aliyədən çox nigarandı. Həmişə gülər üzlü və şən Aliyə indi daim qaşqabaqlı olur, nə haqqında isə fikirləşir, hərdən bir gözləri yol çəkən adamlar kimi xəyala dalırdı. Doğrudur, Səfurə xalan heç bir şeydən, nə Aliyənin Yədulla tərəfindən qaçırılmasından, nə məhkəmədən, nə də Eteri Saxunaşvilinin burada qalmasının səbəbindən xəbəri yox idi. Aliyə yalan danışaraq Eterinin burada qalmasının səbəbini izah edib demişdi ki, Anacan, bu qız mənimlə oxuyur, Gürcüstandan gəlib. Yataqxanada yaşayır, sən xəstəxanada olanda tək qalmaqdan qorxdum. Dedim ki, gəlib evimizdə qalsın. Şükür ki, 3 otağımız var. İndi də ona o qədər alışmışam ki, tək qalmaq istəmirəm. Səfurə xala da, nə deyirəm qızım, qoy qalsın, tək ki sənin könlün şad olsun deyə cavab vermişdi. Səfurə xala zibil atmaq üçün həyətə çıxdıqda küçə qapısı döyüldü. O heç bir söz demədən qapını açdı. Küçədə ucaboy, çatmaqaş bir qız durmuşdu. Əlində qəhvəyi rəngli iri bir çamadan tutmuşdu. Qız ədəblə salam verib soruşdu. Səfurə xala, qonaq istəyirsiniz? Qonaq Allah qonağıdır bala, buyur içəri. Qız həyətə girdi. Səfurə xala qapını bağladı. Onlar evə girdilər. Səfurə xala qonağa yer göstərib dedi. Bala, sən kimin qızısan? Axı mən səni tanımadım. Səfurə xala, siz məni tanımırsınız. Ancaq bilirəm ki, siz rəhimdil bir adamsınız. Sizə bir işim düşüb, gərək mənə kömək edəsiniz. Mənim əlimdən nə gəlir qızım? Sənə nə kömək lazımdır? Xala, mənim adım Gülarədir. Ayaqqabı otelində işləyirəm. Özüm də rayonluyam. Evim yoxdur, küçədə qalmışam.
Raysovetdə vəd ediblər ki, bu yaxında mənə mənzil versinlər. İndi 2 gündür ki, bu məhəllədə qapı-qapı gəzirəm, ev axtarıram. Dünən axşam qonşuluqda dedilər ki, sizin evdən otaq almaq olar. Mən də Allaha ümid pənahı evinizə gəldim. Xahiş edirəm, məni kirayənişin götürün. Qızım, mən tək yaşamıram. Sən boyda qızım da var, onun rəfiqəsi də burada qalır. Qorxuram yerimiz darısqal ola. Səfura xala, axı deyirlər ki, sizin 3 otağınız var. Güya birində kirayə vermək istəyirsiniz. Yalan sözdür qızım. Doğrudur. Mərdəkan kurort yerdir. Yayda bu tərəflərdə çoxları otaqlarının birini kirayə verirlər. Ancaq mən belə şeyləri xoşlamıram. Evdə cavan qızım var. Özü də yetimdir. İstəmirəm ki, onun ürəyi sıxılsın. Səfura xala, çox xahiş edirəm. Heç olmasa balaca otağınızı mənə bir aylığa kirayə verin. Nə qədər pul lazım olsa əsirgəmərəm. Biz pulgir adam deyilik bala. Heç nəyə də ehtiyacımız yoxdur. Qız çox yalvardı, çox yaxardı, ancaq Səfura xala sözündən dönmədi. Axırda Gülara ağlaya-ağlaya dedi. Mən də yetim qızam xala, qapınıza gəlmişəm, qovmayın, mənə yazığınız gəlsin. Yetim sözünü eşidəndə Səfura xalanın da gözləri yaşardı. Cəbhədə itkin düşmüş əri Səlimi yadına salıb dərindən ah çəkdi. Sonra qızın başını qucaqlayıb dedi. Daha ağlamaq nə üçün qızım? Gülara öz evindir. Keç balaca otağı. Nə qədər keyfin istəyirsə yaşa. Aliyəyə də bacı ol. Pul zad da lazım deyil. Çox sağ olun Səfura xala. Mən otağı bir aylığa götürürəm. Ayda 20 manat verəcəm. Səfura xala cığlandı. Dedim ki, pul istəmirəm. Yaxşı xala, onda mən Aliyəyə hədiyyə alaram. Gülara, məni hirsləndirmə, yoxsa sözümdən dönərəm. Aliyənin heç bir şeyə ehtiyacı yoxdur. Qoy siz deyən olsun Səfura xala deyə Gülara o bir otağa keçdi. Az sonra paltarını dəyişib qayıtdı. Əl-qolunu çırmalayıb otaqları yığışdırmağa başladı. Həyət bacanı süpürdü. Söhbət əsnasında Səfura xala soruşdu. Deyirsən ki, ayaqqabı artelində işləyirsən? Bəli. Bəs nə üçün bugün işə getməmsən? Bu həftə mən gecə növbəsində işləyərəm. Odur ki, gərək məni bağışlayasınız. Biraz yatıb dincəlmək istəyirəm. Çox yaxşı, yat, yorğan döşək təmizdir. Bugün dəyişdirmişəm. Mən bazara gedəcəm. Qızlar dərsdən gəlinə kimi gərək xörək hazırlayım. Səfura xala geyinib zəmbili götürdü. O gedəndə Gülara soruşdu. Səfura xala, dalınca küçə qapısını bağlayım. Bağlasam pis olmaz. Gülara Səfura xalanı küçəyə qədər yola saldı. Ancaq o Səfura xalaya vəd etdiyi kimi dərhal yatmadı. Qız pəncərədən boylanıb, əlində zəmbil tutmuş Səfura xalanın doğrudan da bazara sarı getdiyini görüb, dərhal öz otağına keçdi. Çamadanını açdı, paltarın altından kiçik bir bel çıxardı. Tələsə-tələsə otağın sol küncünü qazmağa başladı. Səfura xala tini burulan kimi qoca bir kişi onun qabağını kəsdi. Bu Səfura xalanın köhnə tanışı bağ gözətçisi Mirzə Məlik idi. O Səfura xaladan kef əhval tutub dedi. Səfura bacı, naxoş bazara niyə gedirsən? Təzədən naxoş deyərsən. Yox əşi, mən öyrəkçiliyəm. Səfura bacı, gərək ki qonağım var. Ona hardan bildin? Bayaq tində durub Kəblə Kazımla murt vururduq. Gördüm ki, əli çamadanlı bir qız qapınızı döyüb. Dedim, görəsən bu qız kimdir? Nəyinə gərək ay Mirzə Məlik? Hökumətdən havayı pensiya alırsan, bir çarçılıqdan tinlərdə durub laqqırtı vurursan. De görüm onun bunun qapısını niyə güdürsən? Daha neyliyim ay Səfura bacı? Biçarçılıqdan darıxıram. Gah Kəblə Kazımla murt vururam, gah da ona buna tamaşa edirəm. Bir də mən axı durjinatçıyam, milisə kömək etməliyəm. Ya yox, gözümə bir təhər deyən adamlarla maraqlanıram. Olmaya bizə gələn qız bir təhər adam oxşayır, deyə Səfura xala təlaşla soruşdu. Yox əşi, iş orasındadır ki, mən sizin bütün qohum qardaşlarınızı tanıyıram. Bu qızı isə birinci dəfədir ki, görürəm. Elə tanımadığıma görə də onunla maraqlandım. Doğrudan Səfura bacı, zarafat bir yana qalsın, de görüm o qız kimdir. Heç mən də tanımıram. Deyir ki, yetiməm, qalmağa yerim yoxdur. Ayaqqabı artelində işləyir. Bir aylığa kirayənişin qalmaq istəyir. Mənim də yazığım gəldi, buraxdım evə. Dedim, savab olar. Lap yaxşı eləmisən Səfura bacı, işində ol. Səfura xala Mirzə Məliklə xudafisləşib bazara tərəf addımlayan kimi bağ gözətçisi drujinaçıların ştabına qaçdı. Səfura xala gilə bir qızın kirayənişin gəlməsi xəbəri bir neçə dəqiqədən sonra rayon milis şöbəsinə, oradan isə kiçik leytenant Eteri Çaxnaşviliyə çatdırıldı. Daha bir saat sonra Eteri Çaxnaşvili marşrut taksinemlərə Mərdəkana gəldi, ancaq o evə getmədi. Drujinaçıların ştabında məskən saldı. Mirzə Məlik yenə də puskuda qaldı. O Səfura xalanın bazardan qayıdıb evə gəlməsini, xeyli keçdikdən sonra isə onun ayaqyalın başaçıq həyətdən qaçdığını görəcəkən onun qabağını kəsdi. Nigaranlıqla soruşdu. Səfura bacı, nə olub, hara qaçırsan? Mirzə Məlik, bayaq deyirdin ki, sən durjinaçısan, düzdür? Əlbəttə düzdür. Onda qapımıza bax. O məlun qıza göz ol, qoyma qaçsın. Axı nə olub? Uzun söhbətdir Mirzə Məlik, sən mən dediklərimi elə, mən isə milisə qaçıram.
Bax, mənim bu bir tay gözüm üstə, qıza göz olaram. Ancaq sən Milisə getmə, yolun uzaq olar, həm də çox vaxt aparar. Bax, Səfura bacı, sən o göy qapılı evə get, o drujinnacıların ştabıdır. Orada növbətçi milis zabiti də var. Doğru deyirsən, bu boyda yalan olar. Səfura xala ştabın qapısını açıb hövluna içəri girdi. Eterini ştabda görüb təəccüblə soruşdu. Qızım, sən burada nə edirsən? Dərsə getməmsən? Səfura xala, axı mən də drujinnacıyam. Bugün 2 dərsimiz olmadı, mən də bura gəldim. Bəs Aliyə? Həmişəki kimi saat 5-də gələcək. Deyin görək sizə nə olub, nə üçün belə həyəcanlısınız? Qızım, indiki drujinnacısan, daha bikar qalma, tez milisə zəng vur, qoy adam göndərsinlər, evimizə oğru gəlib. Səfura xala, siz əvvəlcə sakit olun, əyləşin. Səfura xala divanda əyləşən kimi Eteri soruşdu. Hə, Səfura xala, deyin görək günün günorta çağı burada oğruna gəzir. Bir də evimizə nə var ki, oğruna aparsın? Yorğan döşəyə dalına yükləyəcək. Qızım, Eteri, uzun söhbətə vaxt yoxdur. Tez tədbir görmək lazımdır, yoxsa oğru qız qaçar. Qorxmayın Səfura xala, o heç yerə qaça bilməz. Drujinnacı Mirzə Məlik oradadır. Yanında köməkçiləri də var. Bugün səhər milis idarəsində evimizə kirayənişin gəldiyindən xəbər tutublar. Elə ona görə də Mirzə Məlik 2 nəfər köməkçi göndəriblər. Düzünü bilmək istəsən, elə mən özüm də bu məsələyə görə bura gəlmişəm. İndi siz tələsməyin, aram-aram hər şey nağıl edin, görək nə olub. O məlum qız otağın küncünü qazırdı. Hansı otağın küncünü? Bizim evi deyirəm də, nöşün başa düşmürsən. Bu qız səhər gəlib mənə yalvarıb yaxardı ki, kirayənişin qalsın. Mən də buraxdım evə. Bunu bilirəm, Sonra qızı evdə qoyub bazara getdim. Qayıdıb gələndə küçə qapısını döydüm, qapını açan olmadı. Dedim, yəqin qız yatıb. O demişdi ki, gecə növbəsinə gedəcək. Elə bu vaxt Mirzə Məlik gəldi. Cibindən bir açar çıxardıb qapını açdı. Özüm özümə fikirləşdim ki, evimin açarı Mirzə Məlikdə nə gəzir? Asta-asta otağa girdim ki, qızı yuxudan durğuzum. Qız mənim qayıdıb gəldiyimdən xəbər tutmadı. Arxa otağa girəndə gördüm ki, kirayənişimin otağın döşəməsi söküb lapatka ilə bucağı qazır. O dəqiqə yadıma köhnə bir əhvalat düşdü. 23 il bundan əvvəl təsadüfən gördüm ki, ərim gizlincə həmin güncü qazıyır. Mən onu güddüm. Gördüm ki, yerə nəsə bastırır. Sən ağıllı qızsan. Yəqin bilirsən ki, arvadlar hər şeylə maraqlanırlar. Ərim isə gedəndən sonra küncü qazdım. Yerə bastırılan bir qutu idi. Qutunun içində 12 brilyant üzük və ərimin xətti ilə yazılmış bir kağız vardı. Kağızın üstündə yazılmışdı. Qızım Aliyənin xeyir işi üçün. Mən qutunu yenidən yerə bastırdım. Sonra ərim əskər getdi. Mən ancaq brilyant üzüklər haqqında mənə heç nə demədi. Bir ilə qədər o tez-tez məktub yazırdı. Sonra məktubların arası birdən-birə kəsildi. Qızımla çox nigaran qaldıq. Bir çox yerlərə məktub yazdıq. Axırda ərimin itkin düşməsi barədə komissardan bir məktub gəldi. Gizlətmək nə lazım? Müharibə illəri ağır keçdi. Anabala brilyantların yarısını satıb yedik. 6-sını isə satıb bacın Aliyəyə cehiz aldım. Yəqin ki, Ramizi tanıyırsan. Onlar bir-birlərini sevirlər. Yaxınlarda toylarını edəcək. Ərimin vəsiyyətini yerinə yetirdim. Yazıq kişi görəsən indi hardadır? Allah Hitlerin evini yıxsın. Necə də yıxdı? Yazıq qızım yetim qaldı. Hərdən Eteri qızım. Deyirəm ki, kaş ərim Səlim sağ-salamat qayıdıb qızının xoşbəxt olduğunu görəydi, deyə Səfura xala ağladı. Sonra əlavə etdi. İndi kirayənişin qızın bucağı qazması məni çox narahat edir. Mən qorxuram. Axı bu sirri ərimdən bir də məndən başqa heç kim bilmir. Bu məsələni Aliyəyə belə danışmamışam. Görəsən bu qız brilyant məsələsini hardan öyrənib? Leytenant Çaxnaşvili ilə Aliyənin atası Səlimin itkin düşdüyünü, qürbətdə necə faciə ilə öldüyünü bilirdi. Bütün bunlar Eteri Çaxnaşviliyə kapitan Rəsulov danışmışdı. Leytenant Çaxnaşvili indiki şəraitdə Səlim Heybətovun itkin düşməsinə alışmış bu qadına ərinin ölüm xəbərini verib onu gözyaşlı etmək istəmədi. Buna görə özünü güclə yalan danışmağa məcbur etdi. Bunu mən də bilirəm, Səfura xala, yoxlayıb öyrənərək sizə də xəbər verərik. İndi evə getməyin, elə burada qalın görək Gülara nə edəcək. Ştabın pəncərəsindən Səfura xalagilin evinin qapısı aydın görünürdü. Mirzə Məlik kimi Eteri ilə Səfura xala da pəncərədən qapıya baxmağa başladılar. Elə bu dəqiqə küçə qapısı açıldı. Əlində çamadan tutmuş Gülara küçəyə çıxdı. O ətrafına diqqətlə baxdı. Yaxınlıqda heç kimin olmadığını görüb avtobus stansiyasına tərəf addımladı. Siz burada qalın Səfura bacı, mən bu qızı güdəcəm. İstəyirəm onun kim olduğunu öyrənim. Ailəyə heç nə deməyin. Həm atasını yadına salıb sıxılar, həm də evə oğru gəlməsi üçün narahat olar. Axşam mən gələcəm. Siz yalnız bu qız tini dönüb gedəndən sonra evdə qayıdın. Yaxşı, mən o qızın rədd olub getməsini gözləyirəm. Ancaq Eteri sən özünü qoru, bu oğrulardan hər nə desən çıxar. Baş üstə, qoruyaram deyə gülümsəyən Eteri Çaxnaşvili stolun yeşiyini çəkdi. Oradan bir tapanca götürüb raketinin cibinə qoydu. Dərhal küçəyə çıxdı. Gülaranın dalına düşdü. Hələ də tində durmuş Mirzə Məlik və onun yanındakı 2 nəfər də Eterinin ardınca avtobus stansiyasına yollandılar. Stansiyaya 200 metr qalmış tindən bir cavan oğlan çıxdı. O Gülaraya yaxınlaşıb ucadan dedi.
Bacı, deyəsən çamadan ağırdır. Ver kömək edim. Gülarə hirslə cavab verdi. Məndə o bəxt fındıq çürüyü çıxdı. Çamadanım yenə də yüngüldür. Ancaq kömək etsəm pis olmaz, çünki çamadanda lazımsız şey var. Bu qız Klara, oğlan isə cibgir Rantik Nalbandiyan idi. Rantik qızın məyus olduğunu görüb pıçıltıya keçdi. Klara, sən nə deyirsən? Deməli, bu andıra qalmış brilyant məsələsi əfsanə imiş. Yəqin mən otağın dibdəki hər iki küncünü qazdım, heç nə yoxdur. Bilmirəm, heç Yadulla mənə inanacaq. İnanmayıb nə edəcək? İndi fikrin nədir? Çamadanı apar, içindəki lapatkanı itir, şeylərimi də evimizə gətir. Yaxşı, bu asan işdir də, görün bəs indi hara gedirsən? Özümün bir-iki yüngül işim var. Düzünü bilmək istəsəm, biraz özümə gəlmək istəyirəm. Axşam hər şeyi Yadullaya xəbər verərəm. İndi nə üçün xəbər vermirsən? Axı o səni gözləyir. İndi mən onu hardan tapım? Biz onunla axşam saat 7-də görüşəcəyik. Harda? O sənin işin deyil. Yaxşı, mən getdim deyə Klara çamadanı Rantikə verdi. Rantik yola dönüb Primorsk stansiyasındakı bağlara tərəf addımladı. Klara isə yolunu davam etdi. O çamadanı Rantikə verən zaman bilmədi ki, qarşıdakı səki ilə yeriyən qız onu addım-addım izləyir. Rantik soldakı döngəyə burulan kimi Eteri Çaxnaşvili də dala döndü. Bir əlini yuxarı qaldırıb aşağı saldı. O dəqiqə Mirzə Məlik bərabər addımlayan milis işçilərindən biri dəstədən ayrılıb Rantikin dalına düşdü. Az sonra Klara 24 nömrəli Mərdəkan Bakı avtobusuna mindi. Eteri Çaxnaşvili Mirzə Məlikə razılıq verib onu evinə qaytardı. Özü isə milis işçisi ilə bərabər avtobusa əyləşdilər. Bu zaman stansiyadan xeyli aralı dayanmış şəxsi Volqada avtobusun ardınca yollandı. Milis zabiti Rantiki addım-addım izlədi. Cibgir Nalbandiyan yaxınlıqda heç kimin olmadığını yəqin edib, rastına gələn ilk bağa girdi. Çamadanı açıb beli çıxardı. Onu kolların arasında atmaq istəyərkən milis zabiti daldan qışqırdı. Əllərini qaldır. Rantik sözsüz əllərini qaldırdı. Milis zabiti yaxınlaşıb çamadanı Rantikin əlindən aldı. Beli təzədən Rantikin özünə çamadana qoyurdu. Rantikin ciblərini axtardı. Heç bir silah olmadığını yəqin etdikdən sonra dedi. Mənimlə milis şöbəsinə gəlməlisiniz. Təsadüfi görüş. Gündüz saat 2-də 3 nömrəli trolleybus 28 aprel küçəsi ilə Pushkin küçəsinin tindəki aptekin qabağında dayananda əlində əsa tutmuş bir qoca qabaq qapıdan trolleybusa mindi. Beli bükülmüş qoca ayaqlarını güclə sürükləyə-sürükləyə içəri girdi. Lap qabaqda əyləşmiş qəşəng bir qız ayağa qalxıb yerini qocaya verdi. Qoca əyləşərək ötərgi qıza baxdı. Onun gözlərindən minnətdarlıq əvəzi nifrət nidaları yağırdı. Qəşəng qız bir anlığa qocanın gözlərini gördü. Elə o dəqiqə qızın bədəninə lərzə düşdü. Rəngi, ruhu dəyişdi. Əlləri əsdi. Qızın heyrətlə baxan gözləri az qala hədəqəsindən çıxacaqdı. Qız ağzını açıb nə isə demək istədi, lakin dili tutuldu, boğazı qurudu. Ondan xırıltıda bir səs çıxdı. Qız huşunu itirib tappıltı ilə yerə yıxıldı. Ara qarışdı, sərnişinlər bir-birinə dəydi. Səməd Vurğun adına bağın yanında qızı trolleybusdan düşürüb təcili yardım çağırdılar. Qoca da trolleybusdan düşdü. O, istehza edici nəzərlərlə qıza baxıb bir may küçəsinə döndü. Yavaş-yavaş üzü yuxarı addımlamağa başladı. Qoca Lenin prospektinə çatdıqda bir daha dönüb dala baxdı. Sonra əl edib taksi saxladı. Hıqqıldaya-hıqqıldaya maşına əyləşib güclə eşidilə biləcək səslə dedi. 7-ci Xreptova küçəsinə sür. 10 dəqiqədən sonra huşunu itirmiş qızı təcili yardım stansiyasına gətirdilər. Dava dərmandan ayrılan qız gözlərini açan kimi soruşdu. Mən hardayam? Qoca nə oldu? Hansı qoca? Trolleybusdakı axsaq qoca. Bunu biz bilmirik. Bura təcili yardım stansiyasıdır. Qız yerindən sıçrayaraq qapıya tərəf qaçdı. Ucadan dedi. Mənə təcili yardım lazım deyil. Mənə milis idarəsi lazımdır. Kapitan Rasulov lazımdır. Bu qız 3 ay bundan əvvəl Yadullanın Mərdəkanda zorlamaq istədiyi Aliyə Heybətova, onun trolleybusa rast gəldiyi qoca isə qiyafəsini dəyişmiş Yadulla idi. 5 dəqiqə sonra kapitan Rasulov hadisədən xəbər tutdu. Dərhal bu barədə polkovnik İsayeva məlumat verdi. O dəqiqə Yadullanın Bakıya qayıtması xəbəri ictimai asayişə bərpa naziri general Xəlilova çatdırıldı. Daha 5 dəqiqə sonra polkovnik İsayevin kabinetinə milis zabitlərinin iştirakı ilə müşavirə çağırıldı. Bütün hava, dəmir yol, su və şose yollarını qapamaq, Yadullanın Bakıdan çıxıb getməsinə imkan verməmək üçün tədbirlər görüldü. Hər zabitə müəyyən bir tapşırıq verildi. Növbə Rasulova çatdıqda İsayev dedi.
Sən elə tələsmə. Qoy Qarayev, Rzayev, Stepanova və Nərmanov da gözləsinlər. Onlar Həlimə ilə əlaqədar məsələləri müzakirə edib işi başa çatdırmaq üçün xüsusi bir plan çəkdilər. Bu planda hər bir əməliyyat işçisi üçün konkret yol ayırdılar. Axırda İsayev dedi: "Gedin dərhal işə başlayın. Vaqifi də Sarıqal Suklunda azad edin. Ancaq onları gözdən qoymayın. Kimlə, harda və necə görüşdüklərini öyrənin." Polkovnik İsayev ilə Mayor Qarayev kabinetə tək qaldılar. Polkovnik müavinindən soruşdu: "Rövşən, necə bilirsən, Əziz İslamovu kim öldürmüş olar?" Yoldaş polkovnik, Yadulla Bakıya qayıtmamış olsaydı mən bu suala cavab verə bilməzdim. Axı cinayət yoluna düşmək, qatil olmaq üçün ölkəmizdə heç bir ictimai zəmin yoxdur. Yadulla kimi adamlar isə cəmiyyətə zidd olan tüfəyli ünsürlərin əmələ gəlməsinə səbəb olur. Namuslu adamları zorla itilib cinayət yoluna sarırlar. Buna görə də qətiyyətlə deyə bilərəm ki, bu qətil Yadullahın işidir. Əminəm ki, İbad da Yadulla tərəfindən qorxulub yoldan çıxarılan cavanlardan biridir. Bunu yoxlamaq çətin deyil. Qoy inək oğrusu İbad Qasımovu buraya gətirsinlər. İlk istintaqdan sonra hələ də özünə gəlməmiş İbad qorxa-qorxa içəri girdi. Qapının yanında dayanıb başını aşağı saldı. "Yaxına gəl bala, əyləş." Rövşən Qarayevin qarşısında əyləşdi. İsayev dedi: "Bala, bayaq sən istintaq zamanı demişdin ki, qorxursan. Səni oğurluğa göndərən adamın adını bildirməmişdin. Necə deyərlər, oğurluq yoldaşını satmadın. O isə əksinə hərəkət etdi. Buraya gətirilən kimi səni də sənin üçün başqa əl altınları da sadaladım." "O yəni kim? Kim olacaq?" "Əlbəttə ki, tapanca." İbad təəccüblə soruşdu. "Tapanca kimdir? Özünü bilməməzliyə qoyma. Quldur Yadulla deyir ki, mənim eşidən xəbərim yoxdur. İnəyi İbadın özü oğurlayıb." "Yadulla doğrudan da tutulub?" "İnanmıram." "İnanmırsan, bu saat səni onunla üzləşdirə bilərik. Yoldaş Qarayev, əmr edin Yadullanı gətirsinlər." "Bu dəqiqə yoldaş polkovnik." Yox, lazım deyil. Mən bir daha onun üzünü görmək istəmirəm. Bilmirsiniz necə cəlladdır. Adam bir dəqiqə belə rahat qoymaz. Bura qaç, ora qaç, bunu güd, onu güd. O heç kimə inanmır. Öz yaxın dostlarını belə izləyir. Onların satqın olub olmadığını yoxlayır. Belə, bəs sən onun toruna necə düşdün? Bu nətər oldu, bala? Biz həyətdə oturub aşıq satırdıq. Bilmirəm, Allah bu bəlanı hardan bizim aramıza göndərdi. Əvvəlcə pullarımızı uddu, sonra isə məni borca saldı. O gündən məni qorxudaraq özünə tabe etdi. Dünən isə inəyi oğurlamağa məcbur etdi. Sən inəyi hara aparmalıydın? Mən inəyi Şamaxı yolu ilə aparmalıydım. Kim qabağıma çıxıb 5 manatı xırdalamağa xahiş etsəydi, mən inəyin ipini ona verməliydim. Sən Yadulla ilə tez-tez görüşürdün? Xeyr, mən onu cəmi 2 dəfə görmüşəm. Onun əvəzinə qızılbarmaq əmr verdi. Mayor Qarayev qızılbarmağın kim olduğunu soruşmaq istədi, ancaq İsayev ona göz vurdu ki, bu sualı verməsin. Onu qabaqlayıb soruşdu. "Bala, Yadulla ilə hansı mənzildə görüşürdün?" Qızılbarmaqdan başqa heç kim onun mənzilini tapmır. Yadulla görüşmək istədiyi adamların arzu etmədiyi yerdə qabağına çıxır. Dəlhal əmr verdi. "Ardımca gəl." Aydındır, bəs qızılbarmaq harda yaşayır? Mən onu da bilmirəm. Həmişə o mənə Səməd Vurğun küçəsi tinindəki kolxoz bazarında görüş təyin edərdi. Özü də daim Səməd Vurğun küçəsindən bazara girər, aşağı qapıdan bayıra çıxardı. İsayev öz-özünə sual etdi. Görürsən o gəncə nə üçün qızılbarmaq ləqəbi veriblər? Yəqin cibgirdir. Bunu qət edib soruşdu. Bala, qızılbarmaq yenə cibə girir? Xeyr, deyəsən Rantik son vaxtlar pullaşıb. Axı o Yadullanın mavini olub. Bu dəfə Mayor Qarayev öz-özünə dedi. Deməli qızılbarmağın adı Rantikdir dedi. Görəsən o kimdir? Bu ad mənə tanış gəlir. Hə, yadıma düşdü. Bu 2 il bundan əvvəl cibgirlik üstünə tutulandan sonra şahidlərin köməyi ilə məhkəmədən buraxılan Rantik Nalbandiyandır. Mayor Qarayev bunu özlüyündə yəqin edib soruşdu. Səni Həlimənin yanına kim göndərmişdi? Yadulla yoxsa Rantik Nalbandiyan? Rantik, məktubu da o yazmışdı. Bəs sən cavab məktubunu kimə verməliydin? Rantikə, məni bazarda tutanda qızılbarmaq da orada idi. Rantik o saat arxa qapıdan əkildi. Uzaqdan məni hədəliyib işarə ilə dedi ki, heç kimi satmayım, yoxsa məni ölüm gözləyir. Bala, Yadullanın necə, pulu çoxdurmu? Qabaq çox idi, indi azdır. Deyirlər ki, Dustaqxandan qaçandan sonra pullarını Kiyevdə qumara qoyub. Olan qalanını isə Volqaya verib. İndi işi gücü alverçi sürücü ilə Volqada gəzməkdir. Yadullanın köməkçilərindən daha kimi tanıyırsan? Daha heç kimi. Yaxşı, get bala, anana kağız yaz, qoy gəlib səni zamına götürsün. Bu dəfə təqsirindən keçirik, ancaq sənə deyirəm. Bir də Yadulla, Rantik və bunlar kimi dələduzlara qoşulsan, məndən inciməm. 2-3 gün sonra Oktyabr rayon milis şöbəsi rəisinin yanına gedərsən, qoy səni işə düzəltsin. Dərslərini də davam etdir, bir də belə qələtləri eləmə. Baş üstə yoldaş polkovnik, Allah sizdən razı olsun. İbad Qasımov qapıdan çıxarkən İsayev arxadan onu səslədi. Bala, az qala yadımdan çıxmışdı, Yadullanın aldığı Volqanı görmüsən? Bəli, görmüşəm. Rəngi nədir? Mavi. Nömrəsini bilirsən? 0747. Yaxşı bala, get. İbad gedən kimi redaktor Əliyev içəri girdi. O həm İsayevlə, həm də Qarayevlə səmimi görüşüb rəisə müraciət etdi. Yoldaş polkovnik, eşitmişəm ki, Yadulla Bakıya qayıdıb. Yoldaş redaktor, simsiz teleqraf kimi siz bundan xəbər tutdunuz. Bu redaksiyanın üst sirridir, yoldaş polkovnik. Qəzet gərək operativ olsun, həyatla ayaqlaşsın, uzaq görən olsun. Qəzet belə çıxsa maraqlı olar, yaxşı oxunar. Biz də bu tələbləri yerinə yetirməyə çalışırıq.
Çox yaxşı edirsiniz, yoldaş mayor. Məhz elə buna görə də son vaxtlar qəzetiniz yaxşılaşıb, adam həvəslə oxuyur. Yoldaş polkovnik, sizi bir məsələ üçün narahat edirəm. Salman Niftəliyev haqqında müxbir məktubu yoxlandımı? Bəli, yoxlandı. Məktubda göstərilənlər tamamilə doğru çıxıb. Yoxlama zamanı başqa şeylər də aşkar edilib. Yadullanın qaçması Salman səbəb olub. Məhkəmə görə Niftəliyev işini buraxıb sərxoşluq edib. Bu zaman Yadullaya təndir çörəyi içərisinə bıçaq və 300 manat da pul ötürüb. Bu gün səhər o işdən götürülmüş və məsuliyyətə cəlb olunub. Bəs Yadulladan nə xəbər? Tələsməyin, yoldaş redaktor. Güman edirəm ki, sabah uzaq başa bir gün Yadulla ələ keçəcək. Deyə İsayev baş avtomobil müfəttişliyinin rəisinə zəng vurdu. Yoldaş polkovnik, şəhərimizdə 0747 nömrəli mavi rəngli şəxsi bir Volqa var. Onu təcili tapmaq, sürücüsünü isə həbs etmək lazımdır. Sonra İsayev müavininə əmr etdi. Yoldaş Qarayev, qızıl barmağı sizə tapşırıram. Baş üstə yoldaş polkovnik, əmr yerinə yetiriləcək deyə mayor Qarayev ayağa qalxdı. Hərbi təzim edib getdi.